Müəllimlərlə bağlı vacib bir xəbərimiz var. Gündəm xəbərin efirində 2 iyun tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır və bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat, yəni daxil olub. Belə ki, məlumatda bildirilir ki, 2026 və 2027-ci il tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi artıq başlayıb. Bəli, məlumatda eynən bu şəkildə bildirilir. Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə eləyəcək və qeyd eləyək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər məhz digital login əldə etdikdən sonra 3 iyun saat 11-dən 10 iyun saat 11-ədək məhz www.mig.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Bəli, qeyd eləyək ki, müəllimlərlə bağlı artıq elektron sənəd qəbulu açıq elan olundu və 3-10 iyun tarixləri sizlər üçün olduqca əhəmiyyətlidir və gecikmədən sözü gedən məhz ünvana qeydiyyatdan keçsəniz yaxşı olar. Hər birinizə uğurlar arzulayırıq.